Still və yet. Yəqin ki, bu sözləri hamı bilir, ikisi də hələ deməkdir. Amma indi onların arasında olan incə fərqi sizə deyəcəm. Məncə bəziləri bunu bilmir və still əvəzinə bəzən yet, bəzən də yet əvəzinə still işlədirik. Söhbət inkar cümlələrdən gedir. Gəlin sizə bir cümlə deyim və həmin o cümləni bir dəfə still, bir dəfə də yet ilə işlədəcəm. Və sırf onlara görə cümlənin mənası, çatdırmaq istədiyi mesaj fərqli olacaq. Əlimdə işim var, gildən bir şeylər düzəldirəm və əgər desəm I haven't finished my work yet, I'll finish it in 1 hour. Bu o deməkdir ki, işimi hələ bitirməmişəm, amma bitirəcəm 1 saata. Yəni biz yet işlətməklə demək istəyirik ki, nəyisə hələ eləməmişik, amma tezliklə edəcəyik. Amma əgər desəm I still haven't finished my work, it's been already 3 hours. Burada isə mən şikayətlənirəm. Yəni mən çoxdan işimi bitirməli idim, amma hələ də bitirməmişəm. Yəni mən narazı şəkildə şikayətlənərək işimi bitirməmişəm deyirəmsə, onda still işlədirəm cümləmdə. Çünki iş daha tez bitməli idi, elə gözləyirdim, amma hələ bitməyib. Fərqi kim tuta bildi? Şərhlərdə öz nümunələrinizi yazın.